O, Mədinənin Nəccar oğulları qəbiləsinə mənsub bir qadın idi. Rəvayətlərdə adı Rumeysa, Qumeysa və ya Səhlə kimi keçir, amma hər kəs onu Ümmü Süleym kimi tanıyırdı. Gözəlliyi ilə deyil, qəlbi, imanı və iradəsi ilə könüllər deyir etmişdi. Mömin qadınlar üçün sədaqətin, səbirlə dözümün, cəsarətin və fədakarlığın ən nadir nümunəsi idi. İlk evliliyini İslamdan əvvəl Malik ibn Nədir ilə etmişdi. Bu evlilikdən Ənəs adlı oğlu dünyaya gəlmişdi. Ənəs hələ körpəykən Məkkədən gələn nur Mədinənin üfüqünü işıqlandırmağa başlamışdı. Ümmü Süleym o nurun arxasınca getdi. Ağıllı və düşüncəli qadın idi. Mühakiməsi güclü idi. Rəsullahın peyğəmbərliyini eşidəndə tərəddüdsüz iman gətirdi. Lakin əri Malik hələ də küfrün qaranlığındaydı. Ümmü Süleym Ənəsi mömin bir uşaq kimi böyütməkdə qərarlı idi. Ona tez-tez kəlmə-i şəhadəti öyrədərkən bir gün Malik bu mənzərəyə şahid oldu. Qəzəblə qışqırdı. Sən də dinini dəyişdin? Ümmü Süleym isə sakit idi. Yumşaq və vüqarlı ifadə ilə mən sadəcə Muhammedin Allahın rəsulu olduğuna iman gətirdim dedi. Bu sözlər Malikə ağır təsir etdi. Ailəsini tərk edərək Şam tərəfinə getdi. Lakin talih elə gətirdi ki, yolda bir düşməni tərəfindən öldürüldü. Beləcə Ənəs kiçik yaşlı yetim qaldı. Ümmü Süleym isə dul. Amma bu ayrılıq bəlkə də bir itki deyil, bir rəhmət idi. Çünki Malik yaşasaydı, Ənəsin imanla böyüməsinə mane olacaqdı. Ümmü Süleym ögey ata təzyiqindən oğlunu qorumaq üçün bir daha evlənməməyə qərar verdi. Ənəs böyüyüb icazə verməyincə evlənməyəcəm deyə özünə söz verdi. Kasıblığa, yoxsulluğa baxmayaraq Allaha təvəkkül etdi. Hər çətinliklə birlikdə bir asanlıq vardır ayəsinə sığınaraq səbirli yoluna davam etdi. İllər keçdi. Ənəs böyüdü. Muhammed sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etdikdə anası onu Rəsullahın huzuruna gətirdi. Ya Rəsulullah, bu oğlum Ənəsdir, sənə xidmət etsin, dedi. Peyğəmbərimiz çox sevindi və dua etdi. Allahım, ona mal və övlad ver. Ənəs 10 il boyunca Allah Rəsulunun xidmətində oldu. Elm və ədəb qaynağında yetişdi. İslam tarixində ən çox hədis rəvayət edən səhabələrdən biri oldu. Zaman keçdikcə Ümmü Süleymə evlilik təklifləri gəlməyə başladı. Onlardan biri Mədinənin varlı və nüfuzlu kişilərindən olan Əbu Talha idi. Lakin hələ müşrik idi. Ümmü Süleym onun təklifini qəbul etmədi və belə dedi. Ey Əbu Talha, nə qədər varlı olsan da səndən pul istəmirəm. Tək istədiyim imandır. Əgər iman gətirsən, bu mənim üçün mehirdir. Bu sözlər Əbu Talhanın qəlbinə təsir etdi. Bütlərin acizliyini və İslamın həqiqətini düşündü. Qəlbi aydınlanmağa başladı. Bir müddət sonra yenidən gələrək kəlmə-i şəhadət söylədi və müsəlman oldu. Ümmü Süleym isə sözünü tutdu. Qalx ey Ənəs, Əbu Talhanı mənimlə evləndirmək üçün lazım olan et dedi. Bu imanla möhürlənmiş nikah xoşbəxtliyin qapılarını açdı. Bu evlilikdən bir oğulları dünyaya gəldi. Əbu Umeyr. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onları tez-tez ziyarət eləyərdi. Bir dəfə Əbu Umeyr kədərli görüncə soruşdu. Niyə kədərlidir? Ümmü Süleym belə dedi. Oynadığı quş ölüb. Allahın elçisi mehribanlıqla uşağın başını oxşadı. Ey Əbu Umeyr, Nuğeyrə nə oldu? Yəni kiçik quşda nə oldu? Deyərək zarafat və təsəlli verən bir halda soruşmuşdu. Bir gün Əbu Umeyr ağır xəstələndi. Atası evdə olmayanda vəfat etdi. Ümmü Süleym səbr və sükunətlə oğlunu yuyub kəfənlədi, ətirlədi. Yoldaşı iftar edənə qədər heç nə bildirmədi. Sonra sakitcə dedi. Ey Əbu Talha, bir əmanət geri istəniliyində sahibinə verilməzmi? Əbu Talha əlbəttə verilər dedi. Ümmü Süleym, oğlun Allahın əmanəti idi. O geri aldı. Bu səbir qarşısında Əbu Talha dərin bir təslimiyyətlə İnnə lillahi və innə ileyhi raciun dedi. Biz Allaha aidik və yenə ona qayıdacağıq. O gecə Rəsulullah onların halına şahid oldu və dua etdi. Bu duanın bərəkəti ilə bir il keçmədən yenidən bir oğulları oldu. Adını Peyğəmbərimiz qoydu. Abdullah. Bu uşaq və onun nəvələri Ənsarın ən fəzilətli övladları oldular. Ümmü Süleym yalnız analığı ilə deyil, cəsarəti ilə seçilirdi. Uhud, Xeybər və Huneyn döyüşlərində yaralıları müalicə edir, su daşıyırdı. Huneyn döyüşündə hamilə olmağına baxmayaraq belinə xəncər bağlayaraq səfərə çıxdı. O, eyni zamanda elm sahibi idi. Qadınların çəkinib soruşa bilmədiyi sualları Rəsullaha verərək ümmətə örnək oldu. Ümmü Süleym, ömrü boyu səbirlə, təslimiyyətlə, cəsarətlə və imanla yaşayan bir mücahidə. Hər yönü ilə əsrlər boyunca müsəlman qadınlara nümunə olacaq qəhrəman.